Xamzat Chimayev və Yangeyri arasında gərgin anlar yaşandı. UFC Qətər kartı baş tutduqdan sonra Yangeyri Arman Sarukyanı təbrik eləmək üçün yanına getdi. Xoş təəssüratlarını bölüşərkən Xamzat Chimayevin kürəyinə bir neçə dəfə vurur və onun çiynini sıxır. Chimayev bunun qarşılığı olaraq Yangeyrinin kürəyinə vurur. Gərginliyi anlayan mühafizə araya girir, ancaq Yangeyri "O mənimlə döyüşməyəcək, sakitləşin, o çempiondur, o yaxşıdır" deyə bildirir. Xamzat Chimayev sussa da baxışlarını ondan seçmir. Yangeyri nəsə problem var deyə soruşduqda Xamzat Chimayev onu itələyir və sonra isə söyüşlər söyür. Hər iki tərəf hadisəyə açıqlama versə də, izləyici kütləsi iki tərəfə bölünür. Bir tərəf Yangeyrinin haqlı olduğunu düşünür, bəzi tərəflər isə Xamzat Chimayevin haqlı olduğunu düşünürlər. Videoya diqqətlicə baxdıqda Yangeyrinin Xamzat Chimayev üzərində psixoloji üstünlük qurmağa çalışdığını görürəm. Yəni Yangeyri nə qədər güləriz və mehriban görünsə də, onun bədən dili və danışıq tonlaması Chimayev üzərində psixoloji üstünlük qurmağa çalışdığını göstərir ki, Chimayev bunun altında qalmadığını göstərmək üçün bu cür reaksiya verib. Yəni fikrimcə bu tip mövzularda haqlı və ya haqsız tərəf olmur. Yangeyri isə buradan bildirmək istəyirəm ki, sən bir hərəkət edirsən və onun qarşılığını alırsan. Əgər davamını gətirə bilməyəcəksənsə, o hərəkəti etməməyin daha yaxşı olardı. Odur ki, sağlıqla qalın.